Əziz vətəndaşlarım, yaxın şərq bölgəsinə baxın, Ukraynaya baxın, dünyanın digər bölgələrinə baxın. Qan su yelinə axır, sülh, barış ayaqlar altına alınıb. Amma bizim gözəl məmləkətimiz Azərbaycanda isə sabitlikdir. Xalqlar əmin-amanlıq içində yaşayırlar. Düzdür, bizim ölkəmizdə də problemlər var, amma sabitliyimiz də var. İnsanlarımız, vətəndaşlarımız çətinliklə də olsa yaşayırlar. Amma bizim ölkə rəhbərimiz, Qarabağ Fatihimiz Cənab Əliyev Azərbaycanın bu gün də güclənməsi üçün çalışır. Baxın, Azərbaycan dünyada sayğın bir dövlətə çevrilib. Sayğın bir dövlətə çevrilib. Artıq Azərbaycanla hesablaşırlar. Düzdür, əvvəldə qeyd etdim, ölkə daxilində bir çox vətəndaşlarımızın problemləri ola bilər. Bu da keçicidir. Amma əsas dövlətimizin bir dövlət nüfuzu var. Dövlət nüfuzu var. Bunu da biz Fatih liderimiz Cənab Əliyevə borcluyuq. Baxın, bölgədə, Güney Qafqaz bölgəsində ən güclü dövlət məhz Azərbaycandır. Ordusuna görə məhz Azərbaycandır. Bölgəmizin və Avropanın da. Yəni, bugün Azərbaycan, təsəvvür edin, 90-cı illərdən, 80-ci illərdən fərqli olaraq Azərbaycan daxilində vətəndaşlarına refah vəd edir, refah çərçivəsində yaşadır öz vətəndaşın və dünyaya da barış, sülh ötürür. Və Azərbaycan sülhə, barış tərəfdarıdır, savaşlar istəmir. Bu da Cənab Əliyevin sayəsindədir. Cənab Əliyevin diplomatik siyasəti nəticəsindədir.